Və beləliklə maç başlayır. İlk hücum imkanı məhz qonaq komandadadır. İlk zərbə idi bu. Və Qarabağın elə ilk hücumundaca hesab açılır. Bayraq qalxmayıb, səhv etmirəmsə. Amma həqiqətən də Qarabağın hücumçusu oyundan kənar vəziyyətdə idi. Epizoda daha yaxın idi və topun imişli futbolçusundan çıxdığını gördü. Abdullah Zubirdən qapı qarşısına Hüseynəli Quliyev yaxşı oynuyor. Leandro daha bir ötürmə və Həzrət İsayev topu meydandan çıxarır. Oyunda isə 20-ci dəqiqə başlayır. Bolt, Qəmbərov, Cardoso, son anda Silva daha bir zərbə, top qapıdan aralı keçir. Kadi Borges, onun ötürməsi Medina və Hüseynəli Quliyev. Viegaş irəliləyir. Allatdı bir rəqibini. Viegaş yenə zərbə indirmək qərarına gəldi. Bu dəfə də dəqiq deyil. Leandro yenə Kaşuk və Leandro. Yox, bu Duran idi. Bəli, Duran hesabı açır. Özünü doğruldur. Kaşuk meydana çıxmaqla məhsuldar ötürmənin müəllifi olur. İkinci hissənin əvvəlində Qarabağ hesabı açır. Bir daha baxırıq təkara. Oyundan kənar vəziyyət yoxdur. Burada Leandro'nun ötürməsi, Kaşuk və Duran müdafiəçiləri qabaqlayır. Kaşuk. Bəli, indi oyunu davam etdirmək olar. Şifahi xəbərdarlıq idi bu hakimdən. Kaşuk'un qapı qarşısını ötürməsi, müdafiəçilər uzaqlaşdırır. Yankoviç, Bayramov, Toral Bayramov, Camilo Duran, zərbə Zubirdən və Azər Salahlı topu meydandan çıxarır. Bolt topu komanda yoldaşı üçün buraxdı. Kaşuk, Bolt. Leandro yaxınlaşdı, o yenə Kaşuk'a qaytarır. Bikalyo, Yankoviç, Bayramov. Zubir də solda değildi. Mərkəzdə Camilo Duran, Hüseynəli Quliyev. Bu dəfə mərkəzdən yardılar rəqibin müdafiəsini. Amma Hüseynəli Quliyev qola imkan vermir. Sanki komanda yoldaşlarından birinin yaxınlaşacağını gözləyirdi. Yaxınlaşmışdı da. Zubir o isə topu çərmə meydançasını ötürür və Medina. Təkrara baxırıq bir daha. Burada Hüseynəli Quliyev topu oynaya bilmədi. Bir daha baxırıq təkrara. Hakim də var da baxacaq. Burada Medina qabaqlayır amını. Topa zərbə indirir. Sonra isə qapçının əli rəqibin üzünə dəyir. Marco.
Yankoviç və top qapıdadır. Allatdı Quliyevi. 2-0. Bir qədər sürəti artırdı Qarabağ ikinci hissədə və artıq İmişlinin qapısından 2 top keçirib. Çox rahat oynayır Yankoviç. Şamaxıda daha bir gol vurulub. Müdafiədə səhv Qarabağ futbolçularından Luis Silvester, Cardoso və top qapıda aralı keçir. Dəqiq alınmadı zərbəsi. Zənnimcə orada oyundan kənar vəziyyət də yox idi. Luis Silvester'dan cərmə meydançasına zərbə və Koxalski tutdu topu. Baxırıq təkara. Yox. Özü də irəliyib zərbə indirə bilər. Kevin Medina topu Bayramova ötürdü. Ondan mərkəzə Zubir və gol! 3-0. Abdullah Zubir fərqlənir. Əla hücum qurdu Qarabağ. Və 3-cü topu rəqib qapısından keçirir. Oyundan kənar vəziyyət yoxdur. Medina da yaxşı qoşulmuşdu hücuma. Bütün müdafiəçilər, demək olar ki, İmişlinin futbolçuları geridədir. Buna baxmayaraq belə bir müdafiə xəttini bugün Qarabağ 3-cü dəfə yarır. İkinci hissədə. Ümumiyyətlə, maçın sonlarına doğru İmişlinin bəzi futbolçularında da yorğunluq hiss olunur. Özünü topun önünə atır və mənə elə gəlir ki, indi bəli, maçı bitirəcək hakim. Qarabağ ilk hissədə rəqib qapısına yol tapa bilməsə də fasilədən sonra İmişlinin qapısından 3 cavabsız top keçirir və bununla da UEFA Avropa Liqasına vəsiqəni təmin edir.